gələr, əvəzini çıxaram. Sənin bu yaxşılığını mən yadıma salaram. Nə danışırsın Şakir Şəkəriç? Mən elə adamlardan deyil. Mən duz çörək kəsdiyim adamla qəbri evinə qədər varım. Mən ürək... Mən gedim Şakir Şəkəriç. Sağ olun, mən gedim. Oldu. Şakir Şəkəriç. O məsələ vardı, balaca bir xahiş. O yadınızdan çıxmayıb ki. Nə? Yox, yadımdan çıxmaz. Çox sağ olun. Görə bilmirəm onu son zamanlar. Ancaq mütləq görəcəyəm, deyərəm. Mənə belə gəlir ki, o da mənim sözümü yerə salmaz. Əlbəttə, əlbəttə. Çünki dünyadır da, vaxtlar onun da mənə işi düşər. Deyir, örkən nə qədər uzun olsa, gəlib keçər hardan? Toğanardan. Axı kimlərdəndir? Ailəsi kimdir? Atası neftçidir. Anası... Heç bilmirəm anası nəçidir. Bir də bunun nə dəxli var? Əsas odur, özü yaxşı oğlandır, insan adamdır. Sən hardan bilirsən ki, o yaxşı adamdır, yaxşı insandır, hə? Necə yəni? Tanıyıram da. Demək görüşmüsünüz. Gəzirsiniz. Gözüm içine düz bax. Sən heç bilirsən ki, sən kimin qızsan, hə? Bir cavab ver mənə görüm. Şakir Şəkəroviç Şirinov. Kimdir bu Şakir Şəkəroviç Şirinov, ha? Nazir muavini. Nazirin keçmiş muavini. Keçmiş olanda ne olur? Nazir elə. Keçmiş nazir. Olsun elə keçmiş nazir. Nazir. Ana, mən çox gözəl bilirəm bütün bunları. Bax, əgər keçmiş nazirin keçmiş muavininin qızından bir oğlanın xoşu gəlirsə və keçmiş nazirin keçmiş muavininin qızı da bu oğlanı bəyənirsə, bu bəyən pis işdir. Bax, əgər keçmiş nazirin keçmiş muavininin... Görüm, sən mənə lap çaşdırdın ki. Demək istəyirsən ki, bu oğlan da keçmiş nazirlərdəndir. Yox, nazirlərə zada dəxli yoxdur. Nə indikinə, nə də keçmişinə. Bəyəm onun haqqı yoxdur. Yoxdur. Nə yoxdur? Haqqı yoxdur ki, elçiliyə göndərməmiş, hərisini almamış, üzüyünü barmağına taxmamış, ayaq aç deyə gəlməmiş bir qızla elə-belə görüşsün. Rast ki, deyirsən ki, fikri belə seriozludur. Onda qoy ağsaqqallarını göndərsinlər elçiliyə. Biz də baxaq, görək, ölçək, biçək, cavablarını verək. Nə deyirəm ki? Mən axı necə deyim ki, elçi gəlin?